Bakıda saat 12:00-dur. Həmin gün gündüzün uzunluğu 10 saat 46 dəqiqə olarsa, günəş Bakıda neçədə çıxar və neçədə batar? Bu bizim gündüzün uzunluğu. Mərkəzi hissə 12:00, 12:00. Bizə verilən 10 saat 46 dəqiqə, 10 saat 46 dəqiqə, 10 saat 46 dəqiqə gündüzün tam yarısıdır. Yəni günortaya qədər 10 saat 46 dəqiqənin yarısı, günortadan sonra 10 saat 46 dəqiqənin yarısı. Ona görə də 2-yə bölürük, edir 5 saat 23 dəqiqə. 5 saat 23 dəqiqə səhərdən günortaya qədər, 5 saat 23 dəqiqə günortadan gün batana qədər. Demək, tapırıq onda gün çıxanı 12:00-dan çıxırıq 5 saat 23 dəqiqəni. Gün batanı tapmaq üçün isə günortanın üzərinə gəlirik 5 saat 23 dəqiqəni. Edir 12:00-dan 5:23 çıxırıq 06 37. 12:00-dan 5 saat 23 dəqiqəni də 12:00-ın üzərinə gəlirik, edir 17 23. Demək, bu oldu bizim gün çıxan, bu da oldu gün batan. Cavab B variantı. Sual 111. Ekvator üzərində 180 dərəcəlik meridiandan 90 dərəcə və 270 azimutla uçan təyyarələrin çıxış nöqtələrindən başlayaraq hər birinin 9990 km uçduqdan sonra indikləri məntəqələrin yerləşdiyi saat qurşaqlarını müəyyən edin. Bu olsun bizim 180 dərəcəlik meridianımız. 180 dərəcə meridianımız 90 dərəcə uçub və 180 dərəcəli azimutlarla uçub. 9990 kilometri 9990 kilometri bölürük 111-ə dərəcəni tapmaq üçün neçə dərəcə uçduqlarını edir 90 dərəcə. Bizə saat qurşağı verildiyinə görə 90 dərəcəni çeviririk saata. Yəni 1 saatımız 15 dərəcədir. 90 dərəcəmiz isə 6 saat. 6 saat. Bu da 6 qurşaq deməkdir. Yəni 180 dərəcədən 6 saat. 90 azimutla 6 saat 270 azimutla uçur. Demək, 180 dərəcəmiz bizim 12-ci saat qurşağıdır. 12-ci saat qurşağı 190 dərəcə, yəni üzərinə gəlirik 6-nı və 90 dərəcə 270 azimutla çıxırıq 6-nı. Edir 18, edir 6. Cavab 18 və 6-cı saat qurşağı. Sual 112. Bakı şəhəri ilə 12 saat yerlə vaxt fərqi olan və 40 şimal enliyində yerləşən məntəqədən eyni meridian çevrəsi üzərində əvvəlcə 0 dərəcəli, sonra isə 180 dərəcəlik azimutla və əks meridianla 11100 km məsafə qət edən təyyarənin çatacağı coğrafi koordinatları müəyyən edin. Coğrafi koordinatımızı quraq. Coğrafi koordinat. Demək, Bakıdan Bakı yerləşir deyək burada. Bakıdan 12 saat yerli vaxt fərqi. 12-ni çevirək dərəcəyə, vuraq 15-ə, edir 180 dərəcə. 180 dərəcə. Bakıdan ya 180 şərqə ya da 180 qərbə fərqi yoxdur. Bakı yerləşir 50 şərq uzunluğunda, 50 şərq və 40 şimal. 40 şimal. 50 şərq uzunluğundan 180 qərbə və yoxdur şərqə getdikdə 180-dən 50-ni çıxırıq 130 qərb uzunluğu 130 qərb. Daha sonra 11100 km verilib 11100 km çeviririk dərəcəyə. Yəni 1 dərəcə meridian qövsümüzün uzunluğu 111 km-dir. Bölürük 111-ə, edir 100 dərəcə. 100 dərəcə. Demək, bizə verilən məntəqə 130 qərb uzunluğudur. 130 qərbdən əvvəlcə 0 dərəcəlik azimutla, yəni 130 qərbdən 40 şimaldır. Yenə eyni qaydada 40 şimal.
qütbə doğru gedib və qütbdən də geri qayıdıb. Qütbə doğru getdikdə 100 dərəcədən dərəcə verilib 40-dan 90-a bizim qütbümüz 90 dərəcədə yerləşir. 50 dərəcə və 90-dan da yenə 50 dərəcəmiz qalır burada. 90-dan da 50-ni çıxırıq. 50-ni çıxırıq. Edir 40 şimal indi. Yəni gəldi Bakı şəhərinə çatdı. Yəni bizə verilən 100 dərəcə 50-si qərb yarımkürəsində, 50-si şərq yarımkürəsində. Cavab 40 şimal enliyi, 50 şərq zonalı. Cavab C variantı.